7 qram azot qazı 7 qramdır. Yəni 7-ni bölürəm 28-ə. 1 bölünsün 4, yəni 0,25 mol edir. Ya azot 0,25 mol imiş. Bəs hidrogen onun 4 qatı, yəni 1 mol götürülür. Reaksiya aparsaq, azotla 3 mol hidrogenin reaksiyasından alınır 2 mol amonyak. Bizim 1 mol azotumuz 3'e gedir, düzdürmü? 0,25 budur, 1 də budur. Nisbət eləsək, ən az burada azot çıxır. Yəni 0,25-i 1-ə bölsəm 0,25, 1-i 3-ə bölsəm ondan daha çox rəqəm eləyir. Ona görə biz artıq hidrogenə baxmırıq. Yəni azota görə işləyirik. Amma çıxım nədir? Artıq mən dərslərimdə praktiki və nəzəri çıxıma əlvida deyirəm. Praktiki nəzəri çıxan boş şeylərdə, yəni yalan yerə müəllimlərin də, şagirdlərin də çoxsu karxır. Ay Allahım, hansı praktiki idi, hansı nəzəri idi? Ona görə lazım deyil. Burada bir qayda var. 0,25 ilə işimiz yoxdur. 0,25 alınıb amonyak. Amonyakın 0,25'in yazıram. 2'ni də bura yazıram. Yazıram bura 1. Onda bura eləyir x. X nəyə bərabərdir? 0,125. Çıxım nədir? Çıxım odur ki, hər hansı bir maddənin reaksiyaya girdiyi faizi. Yəni deyək ki, 5 mol azotum varsa, 4 mol azotum reaksiyaya giribsə, demək 4-5'in 80% isə demək bizim çıxımımız 80%-dir. İndi ona görə də bu baxırıq ki, azot normalda 0,20 bu verilənə əsasən bu qədər reaksiyaya girib, amma götürülən azot da bu qədərdir. Demək ki, 0,125 dəqiqə 0,125 0,25'in neçə faizini təşkil edir? 50%-ni təşkil edir. Yəni çıxımımız 50%-dir. İndi əvvəlcə bir mənasını başa düşək. Deyir ki, şəkildə sistemdə su ilə hansı ki karbon qazında suda karbon qazı qarışıb və qaz şəklində də karbon qazı var. Biz bu qabı birinciyinə görə etsək, qabı eyni temperaturda helium qazı əlavə etsək, biz bilirik ki, helium inert qazdır. Yəni o nə suda həll olunur, nə nədirsə də reaksiyaya girmir. Amma belə bir şey var ki, əslində qabın porşenli olduğunu götürsək, burada bir dənə nüans var, onu diqqətə almaq lazımdır ki, əgər qab porşenlidirsə, biz bura heliumu əlavə eləyəndə, istərsəmiz içəridə təzyiq yarandığına görə porşen çölə itələnəcək və içəridə artıq bir necə olacaq, həcmin artdığı bir vəziyyət olacaq. Həcm artdıqca da sizcə karbon qazı o suda daha yaxşı həll olur, yoxsa da get-get əslində qaz sudan ayrılır. Təbii ki, həll olması azalır. Ona görə birə azalır aiddir. İndi keçək ikincinə. Eyni temperaturda sistemin təzyiqi artırılarsa, elə bil qabdır, burada sudur və qazdır. Mən yuxarıdan itələyirəm, təzyiqi artırıram, həcm də azalır və bu qazın suya keçməyinə daha yaxşı təsir edir. Çünki biz bilirik ki, qazların həll olmağına təzyiq necədir? Düz mütənasibdir. Amma üçüncüdə deyir, temperaturu artırsan, temperaturla da tərs mütənasibdir. Yəni, temperatur nə qədər artsa, qaz suda həll olmayacaq. Qaynır, qaz sudan ayrılır. Çünki qaz suda temperatur artdıqca həll olması azalır. Bunu yadda saxlayaq. Belə çıxır ki, cavabımız olacaq C variantı. Gəlir 0 dərəcədə. Saf su 0 dərəcədə neynir? Başlayır donmağa. Amma duzlu su gəlir -2 dərəcədə donur. Düzdürmü? İndi bizə verilənlərə baxaq. Deyir, eyni təzyiqdə mövcud olan saf su ilə doymamış duzlu su məhlulun soyudulmasına aid temperatur zaman asılı qrafiki verilmişdir. Buna görə məhlulun donmağa başladığı temperatur saf suyunkindən aşağıdır. Bəli, saf su 0 dərəcədə donur, amma duzlu su -2-də donur. Gəldik ikincinə. Deyir ki, doymamış məhlulun sabit donma temperaturu yoxdur. Bu ifadə doğrudur. Çünki nəyə görə doğrudur? Bax, bir var doymamış məhlul. Bax, doymamış. Bir də var doymuş məhlul. Yadımızda saxlayaq ki, hər ikisi də başlayır soyutmağa məhlulu. Soyudanda doymuş məhluldan necə ki doymuşluğun saxladığına görə sabit şəkildə müəyyən qədər duz,
müəyyən qədər su olduğuna görə o soyudulanda duz başlayır duzdan da çökməyə. Sudan da demək ki, bu kristal şəklində ayrılmağa. Ona görə də doymuşluq sabit qalır. Yəni orada qatılıq sabit qalır. Amma doymamış məhlulda elə deyil. Doymamış məhlul tərkibində su deyək ki, duzdan daha çoxdur. Yəni doymuşluğu hələ çox var və başlayır sistem soyudulmağa. Sistem soyudulanda başlayır orada su kristal şəklində ayrılmağa, duz yox. Amma digərində həm duzdan, həm də sudan kristal şəklində ayrılır deyə saxlayır. O necə deyirlər, qatılığı saxlayır. Və ona görə də sabit donma temperaturu olur. Ona görə də doymamış məhlulun sabit donma temperaturu yoxdur, doğru ifadədir. Sonra 1 ilə 2 doğru oldu. 3-ə baxaq. Məhlula su əlavə eləsəm donma temperaturu artar. Bəli. Məhlula mən su əlavə eləsəm, çünki bu doymamış məhluldur. Hələ biraz da su əlavə etsəm, burada su daha çox olduğuna görə, suyun da donma temperaturu 0 dərəcə olduğuna görə get-gedə -2-dən yuxarıya qalxacaq, 0-a qalxacaq. Ona görə də su əlavə edəndə donma temperaturu artır. Yəni 1, 2, 3 hər üçü də doğrudur.